Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün U11 Liqası Neftçi Xan görüşünü sizlərə təqdim edirik. Ümid edirik ki, hər iki komanda bugün gözəl futbolla yadda qalacaq. Hakim də sizə təqdim edirəm, Yasin Cəvizaridir, təcrübəli hakimlərimizdən biridir. Kapitanlar Yusuf Abdullayev və Daniel Xəlil topu və meydanı seçəcəklər. Mərkəz istiqamətində keçmir Yusuf Abdullayev. Yusuf qapıya zərbə, top qapı dirənlərək oyuna qayıdır. Daha bir zərbə və gol! Tam oyuncuları topu qapıdan keçirir. Cavidan Şahbazov golun müəllifidir. Yusufun zərbəsi qapı dirənlərək oyuna qayıdır. Təkrar zərbə isə qolla nəticələnir. Anıranda presingi ötürmə Yusuf və topu qapıdan keçirir. Hüseyin belki de bu epizodu. Bu epizodda Yusuf'in orada kararlaştırmak görmedi Yusuf. Bu cür fürsətləri, bu cür hədiyyələri boşa verməyən oyunculardan biridir. Mehdi hakkında fikirlərim Yusuf Abdullayev'e da aittir. U11 Liqasında təhlükəli oyuncular. Oyuncular sırasında onun da adı çəkilir. Nihat topu Daniel oynuyor. Yusuf orada var. Hücuma hepsinden durmak seçmek lazım. Oyundan oyun yok. Gitti oynuyor. Zaten onu oynuyor. Esas biz sana bir beraber İçeriye doğru oturmayan Daniel Xəlil qapıya sağ ayağıyla işlək olmayan ilə qapıya zərbə və təkrar. Sol cinaha qapıya zərbə. Yusuf'un zərbəsindən sonra Elmar Abbaslı topa əla reaksiya göstərir. Gəlmə zərbəsindən Yusuf topu oyuna daxil etməlidir. 2 nəfər var canlı sətdə. Mehdi və Daniel. Yusuf topa yaxınlaşır, qapıya zərbə və Yusuf Abdullayev ikinciden zərbə ilə topu oyuna daxil edəcək. Abdullayev kapitan içeriye oynuyor ve Elmar Abbaslı topa dokunuş edir.